Azərbaycan hazırda dünyanın şəhərsalma sahəsində ən nüfuzlu platformalarından biri hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir. Bu forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Pərvanə Vəliyeva İKSAL TV açıqlamasında bildirdi. Bugün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimi uğurla Bakıda həyata keçirildi və Cənab Prezident İlham Əliyev iştirakçıları salamlayaraq Azərbaycanın qlobal şəhərsalma gündəliyinə töhfələri, həmçinin Azərbaycanın unikal şəhərsalma təcrübələri barədə çıxış etdi. Həmçinin dövlət hökumət başçıları öz bəyanatları ilə çıxış etdilər. Onlar qlobal mənzil böhranı barədə narahatlıqlarını, müəyyən problemləri, həmçinin yeni şəhər gündəliyi, dayanıqlı şəhərsalma sahəsində öz ölkələrinin təcrübələri barədə qeyd edərək Azərbaycana bu cür qlobal problemin həllində dialoq platforması olduğuna görə öz təşəkkürlərini bildirdilər və Cənab Prezident də öz çıxışında qeyd etdiyi kimi rekord sayda iştirakçı qeydiyyatdan keçib. Bu 182 ölkədən 45 mindən çox iştirakçıdır və təbii ki, bu bir çox sənədlərdə öz əksini tapacaq. Azərbaycan bundan sonra istinad nöqtəsi kimi urbanizasiya sahəsində anılacaq. Çünki elə tədbirin yekun sənədi Bakı Call to Action, Bakı çağırışı sənədində də Azərbaycanın rekord sayda qeydiyyatdan keçmiş iştirakçılara ev sahibliyi etdiyi qeyd olunur. Və əlbəttə ki, Azərbaycan bu ilk qlobal tədbir deyil ki, uğurla ev sahibliyi edir. Biz bundan öncə BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 29-cu sessiyasına uğurla ev sahibliyi etdik və burada da rekord sayda iştirakçı qeydiyyatdan keçmişdi. Cənab Prezident COP29 tədbiri ilə bağlı o əldə etdiyimiz uğurları da öz çıxışında qeyd etdi və bugün Azərbaycan təhlükəsizlik, o cümlədən sabitlik baxımından, o cümlədən şəhər inkişafı ilə əlaqəli çox böyük irəliləyişlər əldə edib və hazırda Bakı dayanıqlı şəhərsalma qlobal şəhər gündəliyində dayanıqlılıqla bağlı dialoqun mərkəzinə çevrilib. Gələcəyin şəhərlərinin konturları məhz Bakıda yazılır. O baxımdan da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının məhz Bakıda keçirilməsi bu o deməkdir ki, Azərbaycan təkcə güclü bir seçim deyil, ev sahibi kimi, həm də güclü bir platformadır ki, qlobal cənubu narahat edən bir çox məsələlərin həllinə Azərbaycan yön verən bir ölkə kimi çıxış edir.